Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Camalzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bildiyiniz kimi artıq sertifikasiya imtahanı yekunlaşıb, növbəti mərhələ müsahibə mərhələsidir ki, müsahibədə iştirak edəcək hər bir müəllimimizə uğur arzulayıram. Bugün 16 sentyabr müsahibə mərhələsinin ilk günüdür və verilən sualların bəzilərini sizə təqdim edirəm. Onu da qeyd edim ki, bizim hər gün müsahibədə istifadə olunmuş sualları YouTube kanalımızda paylaşılacaq və siz bu suallardan xəbərdar olmaq üçün bizim YouTube kanalımıza abunə olun ki, gündəlik olaraq bu izahları dinləyə biləsiniz. Birinci sual bu cür olub ki, valideyn qiymətdən narazı olarsa nə edərsiniz? İlk öncə valideyn gəlib müəllimdən övladının qiymətindən narazı olduğunu müəllimə bildirərsə, bu zaman mən valideynə birinci qiymətləndirmə haqqında məlumat verərəm. Qiymətləndirmənin aparılması haqqında, qiymətləndirmə meyarı haqqında, bunların hamısını valideynə izah edərəm ki, biz dərsə başlamamışdan əvvəl qiymətləndirmə meyarını şagirdə elan edirik ki, şagird bilsin ki, hansı bilik bacarıq fəaliyyətinə görə qiymətləndiriləcək və necə qiymətləndiriləcək. Həmçinin qiymətləndirmənin prinsipi haqqında da valideynə məlumat verərəm ki, qiymətləndirmənin etibarlılıq və uyğunluq prinsipi var. Bizim qiymətləndirməmiz etibarlı qiymətləndirmədir, düzgün qiymətləndirmədir və burada hər hansı bir yanlışa yol verə bilməyəcəyinizi vurğuluyursunuz. Yox, əgər sizin qiymətləndirmə haqqında izahlarınız valideyni qane etməzsə, valideyn israrlı şəkildə yenə övladının qiymətindən narazı olarsa, bu zaman hər bir təhsil alanın hüququdur ki, biliyinin yenidən qiymətləndirilməsini tələb etsin və siz yenidən qiymətləndirmə təşkil edə bilərsiniz. Növbətdə ikinci sualımız rəydir. Ümumiyyətlə rəy, formativ qiymətləndirmə, diaqnostik qiymətləndirmə, summativ qiymətləndirmə, bunlar müsahibənin ənənəvi olmazsa olmaz suallarıdır. Hər il bu suallardan düşür. Rəy təbii ki, formativ qiymətləndirmənin əsas komponentlərindən biridir. Biz şagirdə konstruktiv rəy veririk. Bu zaman şagirdin uğurları qeyd olunur. Şagirdin boşluqlar, hansı hissədə boşluqlar var, çətinlik çəkdiyi məqam var, hansı hissədə ki, çatışmamazlıqlar var, onlar qeyd olunur və bu boşluğu doldurmaq üçün şagirdə yol istiqamət göstəririk ki, növbəti dəfə bu səhvləri etməsin. Və biz konstruktiv rəy verməklə şagirdin fəaliyyətini stimullaşdırırıq, onda açıq düşüncə tərzi formalaşdırırıq və şagird etdiyi səhvləri, etdiyi boşluqları öyrənir və növbəti dəfə bu cür sualla, həmin suallarla qarşılaşdıqda şagird artıq səhvə yol vermiş olmur. Biz şagirdlərin hər birinə konstruktiv rəy verməliyik. Rəy spesifik olmalıdır, rəy xüsusi olmalıdır, rəy mümkün qədər vaxtında verilməlidir. Növbəti üçüncü suala baxırıq. Formativ qiymətləndirmə nə üçün vacibdir? Artıq qiymətləndirmə sualları bir qədər dərinləşir. Demir nədir? Deyir ki, nə üçün vacibdir? Siz ilk öncə qiymətləndirmə haqqında məlumat verirsiniz ki, formativ qiymətləndirmə məktəb daxili qiymətləndirmənin bir növüdür. Formativ qiymətləndirmə dərs boyu aparılır və şagirdin olduğu yerdən olmaq istədiyi yerə aparılan bir qiymətləndirmədir. Şagird fəaliyyətini izləyir. Ona görə aparırıq ki, şagirdin fəaliyyətini izləyirik, şagirdi monitorinq edirik, şagirdin o meyarlara uyğun ki, deyirik, rəy veririk. Çatışmayan cəhətlərini vurğuluyub, şagirdi inkişaf aparırıq. Ənənəvi qiymətləndirmədə qiymətləndirmə yekunlaşdırıcı xarakteri daşıyırdı. Amma indiki müasir təhsildə formativ qiymətləndirmə, ümumiyyətlə qiymətləndirmə şagirdi inkişaf aparır. Məhz formativ qiymətləndirməndə biz şagirdi inkişaf elətdirmək üçün, şagirdi olmaq istədiyi yerə aparmaq üçün aparırıq formativ qiymətləndirməni. Növbəti dördüncü sualımız tənqidi təfəkkürü şagirddə necə formalaşdırırsınız? Bildiyiniz kimi təfəkkürün 3 növü var. Məntiqi, tənqidi və yaradıcı təfəkkür. Hər üç təfəkkürün formalaşdırılması vacibdir. Tənqidi təfəkkürü şagirddə formalaşdırdıqda şagird aydın düşünür, rasional düşünür, düzgün düşünür. Dediyi fikri əsaslandırır. Əsas faktorlarından biri əsaslandırmaqdır. Əgər hər hansı bir şagird fikir bildirirsə, münasibət bildirirsə, dediyi fikri mütləq şəkildə əsaslandırmalıdır. Tənqidi təfəkkür formalaşmaq üçün müşahidə bacarığı olmalıdır. Nəticə çıxarma bacarığı olmalıdır. Ünsiyyət olmalıdır. Ən əsası təhlil etmə bacarığı olmalıdır.
Təhlil etmək tənqidi təfəkkürü formalaşdırır. Bununla yanaşı debat iş üsulundan istifadə edə bilərik. Bununla yanaşı 4M1KH üsulu var. Gəlin müzakirə edək. Fakt yoxsa fikir. Bu kimi üsullarla biz şagirdlərdə tənqidi təfəkkürü formalaşdırırıq. Bugünkü sualların izahı bu qədər. Gün ərzində yeni suallar paylaşılacaq. Sağ olun, hər birinizə xoş dinləmələr.